Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U16 Liqası turun prinsipial görüşünü sizlərə təqdim edirik. 10-cu turun qarşılaşmasınız ikinci dövrədir. Sabah Qarabağ bu iki komandanın istənilən yaş qrupu U8-dən Premier Liga qədər bütün oyunları gərginliyi ilə yadda qalır. İnanırıq ki, bugün də həmin o gərgin oyunlardan birini izləyəcək. İndi ənənəyə uyğun olaraq qonan komandanın futbolçuları meydan sahiblərini salamlayır. Hakimlərə tanış olaq, baş hakim Şamil İmanzadə ona kömək edir. Sənan Atayev və Samir Ələsov. İnanırıq ki, həmişə olduğu kimi bu oyunda da ədaləti qoruyacaqlar. Kapitanlar Qarabağdan 6 nömrə Əhəd Hacızadə, Sabahda isə Əbubəkir Abdullayev hakimin yanındadırlar, topu və qapını seçəcəklər. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, bu iki komanda artıq bu mövsüm bir dəfə üz-üzə gəlib. 6-cı turda birinci dövrədə Qarabağ Sərhədçi İdman Olimpiya kompleksinin meydançasında 5-1 hesabı ilə rəqibini məğlub etdi. 10-cu turda isə Sabah ilə bu meydançada Qarabağı bir cavabsız qolla məğlub etdi. Hörmətli tamaşaçılar, komandaların heyətlərini sizə təqdim etmək olar. İlk növbədə Qarabağdan başlayaq. Qapıda 99 Cavidan Babayev, 6 Əhəd Hacızadə komandanın kapitanı, 4 Vaqif Nəbiyev, 5 Roman Fərzəli, 10 Murad İsmailov, 11 Ömər Fətəliyev, 17 Tunar Bayramov, 19 Davud Abdullayev, 20 Nicat Rəhimli, 22 Mehdi Hüseyin, 23 Tunar Əskərzadə. Komandanın baş məşqçisi Rauf Əliyevdir. Sabahda bir nömrə Əkbər Əhmədov və görüş başladı. Bir daha hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. 2 Nizami Nəbiyev, 3 Vaqif Məmmədli, 4 komandanın kapitanı Əbubəkir Abdullayev, 8 Cəfər Cəfərzadə, 9 Ruslan Əbilov, 11 Xəzər Hüseynzadə, 17 Rəvan Məmmədov, 20 Mustafa Mustafayev, 22 Harun Nurkərim, 14 Cihad Sadıqov. Sabah komandasının baş məşqçisi Asif Mirlidir. Ehtiyat oyuncular skamyası ilə də sizi tanış edirəm. Sabahda gələn Qarabağın hücumunu izləyək. Ömər Çəriyə ötürmə, indi qapıya zərbə vurmaq mümkün olmadı. Kapitan topu meydandan uzaqlaşdırır. Altdan Qarabağ oyuncuları topu oyuna daxil etməlidir. Ömər Fətəliyev qarşılaşmaya çox fəal başladı. Nicat yenidən Ömər, yenidən Nicatla oynayır. Əla bir ötürmə, amma kapitan burada topu qarşılayır. Sabah futbolçuları Xəzər top meydanı tərk etdi. Mən cavab verəmirəm. Ehtiyat oyuncular skamyasını sizə təqdim edilir. İlk növbədə Sabahda 12 qapçı Murad Quluzadə, 5 Kənan Əliyev, 6 Kəmaləddin Qəhrəmanov, 7 Ayxan İbadov, 15 Bəkir Eldarov, 18 Seyfəddin Eydərov, 19 Amir Bagirov, 21 Rəşad Şirməmmədli, 23 Kamil Mütəllimov, 24 Əjdər Əjdərov və bu qədərdir. Gəlin Qarabağın bu hücumunu izləyək. Mehdi Hüseyin sağdan bu dəfə irəli ona qarşı mübarizə apardı Mehdi, amma Məmmədli burada özünü topa getirir. Qarabağda 1 Oktay Mehrəliyev, 2 İbrahim Sadiqli, 3 Məhəmməd Ağamalıyev, 7 Danil Rəcəbov, 13 Rəvan Məmmədxanov, 14 Valih Oruculu, 15 Abbas Məmmədli, 16 Yusif Orucəliyev, 21 Məhəmməd Məmmədov, 24 Arda Əzizli. Bu isə Qarabağ komandasının ehtiyat oyuncular skamyası idi. Hələ ki qarşılaşmada qolsuz bərabərlik davam edir. Qeyd edim ki, bu oyun hər iki komanda üçün çox əhəmiyyətli bir qarşılaşmadır. İndi Qarabağ sağdan Mehdi Hüseyin içəriyə doğru ötürmə, qapıya zərbə, amma top qapının üstündən keçir. Tunarın zərbəsi idi, Qarabağ qola yaxın olur. Mən deyərdim ki, görüş ərzində yaranmış ən real qol vəziyyəti Sabahın qapısı ağzında yarandı. Tunar Bayramovun zərbəsi qapının üstündən keçir. Cəfərzadə yenidən
Vaqiflə oynayır. Oynayırlar da, qaçırsan. Sabah hücum qurmağa çalışır və qayda pozulur. Cəfərzadəyə qarşı hakim Şamil İmanzadə qayda pozuntusu qeydə aldı. Sabah oyuncuları topu oyuna daxil edəcək. Stadionun təxminən 200-ə yaxın futbol azarkeşi bugünkü qarşılaşmanı izləmək üçün Bayıl arenaya gəlib. Cəlmə zərbəsini Sabah komandasının 3 nömrəli futbolçusu Vaqif Məmmədli yerinə yetirməlidir. Hakimlərin işarə bəli gəldi. Vaqifdən indi içəriyə doğru ötürmə qapı istiqamətdə qapıya və zərbə və gol! Sabah futbolçuları topu qapıdan keçirir. Vaqif Məmmədli topu birbaşa qapıya göndərir qapıcı Cavidan Babayev. Bu epizodda topu tuta bilmir. Olur hətta peşəkar qapıcılar belə bu cür epizodlarda səhvə yol verirlər. Hər halda Vaqif Məmmədli topu qapıdan keçirməyi bacarır. Sabah komandası görüşə qolla başladı. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Yəqin ki, Cavidan da burada içəriyə ötürmək gözləyirdi, amma Vaqif burada birbaşa qapıya zərbə indirir. Qarabağ mərkəzdən topu oyuna daxil etdi. İnanırıq ki, bundan sonraki dəqiqələrdə hər iki komandanın ifasında gözəl futbol izləyərik. Gol TV-nin bəzəyi olan qol artıq bu oyunda vuruldu. İnanırıq ki, bu qolların davamı gələcək. Gol TV üçün hansısa komandanın qələbə qazanmasının və yaxud da qol vurmasının heç bir önəmi yoxdur. Əsas məqsəd istedadlı uşaqları diqqət mərkəzində saxlamaqdır. İnanırıq ki, bugün meydançada çıxış edən futbolçular gələcəkdir. Bizlərə gəlin Qarabağın hücumunu izləyək. Davud topla içəriyə daxil ol, qapıya zərbə və gol, 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 gol! Qarabağ çox keçməli, cəmi bir dəqiqə sonra bərabərlik qolunu vurur. Davud Abdullayev ona gözəl qol idi, uzaq küncə dəqiq zərbə indirir. Yəqin ki, vurulan qolun bəl təkrarı bizlərə bir daha təqdim olunur. Davud Abdullayev çox bəyəndiyim oyunculardan biri içəriyə daxil oldu və uzaq küncə dəqiq zərbə indirir. Bu epizodda da yəqin ki, Əkbər bu cür zərbə gözləmirdi. Həm Əkbər, həm də Cavidan artıq qapılarında qol görüblər. Vaqif az öncə bu cür epizoddan qapı istiqamətinə təhlükəli, amma top az fərqlə qapının yanından keçir. Görüşlə bərabərlik var, vurulan qolları. Bir daha xatırlayaq, əvvəlcə Sabah tutdu. Vaqif Məmmədli cəlmə zərbəsindən topu qapıya vurdu. Bir dəqiqə sonra Davud Abdullayev hesabı bərabərləşdirdi. Beləliklə ilk hissə başa çatır, hörmətli futbol azarkeşləri, qısa fasilələrdir. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri, ikinci hissə başladı. Sabah Qarabağ görüşündə hələ ki qapılara vurulan bir qol var. Vaqifin qoluna Davud cavab verdi. İnanırıq ki, ikinci hissədə də bizi ilk hissədəki həyəcanlı görüş gözləyəcək. Hava yağışlıdır, yağış dəqiqələr ötdükcə sürətini daha da artırmağa davam edir. İnanırıq ki, bu oyunda yağış kimi qol yağışını da izləyərək ikinci hissə daha maraqlı keçsin. Turun cədvəlindəki vəziyyət bu dəqiqələrdə Qarabağın 25, Sabahın isə 26 xalı var. Davud Abdullayev Qarabağın bərabərlik qolunun müəllifi yenidən Davud. Sabah topu qazanan Xəzər Hüseynzadə sürətini işə salır. Bu epizoduna qarşı Qarabağın könçüsü mübarizə vardı. İrəliyə doğru tüm ötürmək keçdi, amma burada Əhəd topu özünə Outdan Sabah futbolçuları topu oyuna daxil edəcək. Mehdi Hüseyn. Çox sağ ol, yaxşıyam. Sən necəsən? Mən oyun sakitliyi cavab verə bilirəm. Outdan topu oyuna daxil edir. Bəyanat çox azdır. Murad İsmailov. Qayda pozulmadı. Vaqif Nəbiyev hücumun cinahını dəyişir. Qarabağ sağdan Tunar Bayramovla gəlir. Tunar və ona qarşı qayda pozulur. Nizami Nəbiyev. Qarabağ Baku yağış sürətinə. Baku sport nədir? Mən çaşdırırsan orada.
Sabah Qarabağ. Hakim epizoda daha yaxın idi, cərimə zərbəsi təyin edir. Yəqin ki, Tunar Əskərzadə topu oyuna daxil edəcək. İnşallah Evcan sən də böyük meydanda oynayarsan. Şamil İmanzadə canlı sətdi, Bakı geriyə Sport çəkir. Heyecanlı. Xəzər Hüseynzadə və Cəfərzadə topun gerisindədir. Daha doğrusu canlı sətdə düzdür istəyirəm. Topun gerisində isə Tunar Əskərzadə. 3000 indi oldu. 7000 olsa bağlanmıyor. Diqqətlər. Tunar yerlə ötürmə edir. Qapı istiqamətinə zərbə, amma bəli, qapıcı topu qazanır. Ömərin zərbəsi o qədər də təhlükəli olmur. Uşaqlar gəlir bizə bir. Yağış sürətini artırır. Cərimə zərbəsini Sabah oyuncuları başlamalıdır. Vaqif Məmmədli. Vaqifdən içəriyə doğru tümə. Başla qapıya zərbə, qapıcı Cavidan Babayev. Bu topa əla reaksiya verir. Cavidan Babayev. Səhv etmirəmsə Rəvan Məmmədovun zərbəsi idi. Monuş olsun. Kim nə yeri ki burada? Muş olsun. Bir o yanlış olsun. Heç kim. Vaqif outdan başladı. Rəvandan içəriyə doğru ötürmə və qapıcı Cavidan Babayev. Dərhal da topu irəli vurur. Məhəmməd Məmmədov sonradan oyuna daxil oldu. Məhəmməd bir dəqiqə keçdi və hücumun cinahını dəyişir. Rəvan amma yox, topa toxunuş edə bilmədi. Tunar keçdi Rəvanı. Tunar yenidən solla oynayır. Qarabağa qol lazımdır. Davud Abdullayev. Bu oyun həm də ki, böyük ölçüdə qapı istiqamətinə zərbə Muraddan gəlir. Bu oyun böyük ölçüdə çempionluğu da təyin etməlidir. Çünki bundan sonra cəmi 4 qarşılaşma qalıb və yağış çox şiddətli yağmağa davam edir. Hücum ola bilər. Bu cür havalarda futbol oynamaq həm gözəldir, həm də ki, oyuncuların meydandakı hərəkətini bir qədər çətinləşdirir. Ruslan sağlı oynayır. Kənan Əliyev. Hakim davam işarəsi verir. Bildirir ki, burada qayda pozuntusundan söhbət belə gedə bilməz. 45 min olsa quru göstərəcəm sizə. 45 min olsa, indi yox. Qeyd edim ki, bugünkü oyunu izləyənlər arasında Bəyənmə olsa quru göstərəcəm. Kapital Baku komandasının futbolçusu Uğur Hüseynzadə də var. Outdan Sabah oyuncuları topu oyuna daxil etməlidir. 43 bin. İləriyə doğru ötürmə izləyirik. Rəvan Məmmədov. Rəvan çevrildi qapıya zərbə, topu qapının üstündən vurur. Sabah daha bir imkanı boşa verir. 700 qaldı. İkinciden zərbə ilə Qarabağ başlayacaq. Arda Əzizli komandanın 24 nömrəli oyuncusu. İkinci zərbəsi ilə görək Qarabağ topu qapıdan keçirə biləcək. Bu dəfə yerlə ötürmə, müdafiəçilər topu uzaqlaşdırır. Vaqif sürət yığır, ona qarşı qayda pozulur. Yəqin ki, bəli, hakim sarı vərəqəyə Arkada oyuncu var, düz cəzalandırdı. Yer vardı. Bay görsən deyirsə yer vardı. Yer Və birə-bir mübarizə deyildi. Son ümid oyuncu qalmışdı. Folu kimi qiymətləndirilmədi. Bəli, geridə Var ailə 5 dəqiqə qaldı. Qarabağın 2 oyuncusu var idi. Gol olsun. Gol. Cihad irəli oynayır. Ama burada uçuyor. Daha bir irəliyə doğru ötürmə izləyirik. Ama değil. Vaqif. Abbas Məmmədli Qarabağın heyətində 15 nömrəli oyuncu oyunu daxil olur. Yenidən Vaqif içəriyə doğru ötürmə indi. Sabah futbolçular təhlükəli bir hücum qura bilərlər. Sağ cinaha doğru ötürmə, amma Cavidan bu topa vaxtında özünü yetirir. Havalarda qapıda dayanmaq çox çətin. Başladı, Arda ilə oynadı. Arda da sonradan oyuna daxil oldu. Ruslan Əbilov Real'də pressing təqdim etmişdi. Roman Fərzəli. Oynayırsan, gəl bulan yerini oyna. Sən ürəyin rahatlaşsın. Gəl bulan yerini oyna. Xahiş edirəm. Yusuf Orucəliyev Şeydir. Yox, sizin evcan deyil. ötən mövsümü EFA niyyətində keçirmişdi. Sevcan. Yenidən Yusif.
Qarabağ təhlükəli görməyə çalışır, uzaqdan qapıya zərbə. Bir də qədər də Qarabağ hücumlarının sayını bir qədər də artırıb. Adı nədir? Outdan Sabah başladı. Davay Sabah. Sabah. Qayda pozulmadı, Xəzər sağla oynayır. Ayxan İbadov. Ayxan İbadov da sonradan oyuna daxil olan oyuncularımızdan biridir. Yenidən Xəzər. Daha bir əla bir ötürmə. Qapı istiqamətindən zərbə topu qapının üstündən vurur. Ayxan İbadov Xəzərin ötürməsini alqışlamaq lazımdır. Məncə yağış imkan verməliyə. Vuraqlayır, vuraqlayır. Uğur da bu epizodun necə qolla nəticələ bilmədiyinə bir qədər təəccüb etdi. Xəzər. Bəkir oynayır, Bəkir Eldarov keçdi rəqibinə, Bəkir yaxşı sürət yığıb, sonradan oynağı içəriyə daxil ötürmə, lazımdır qapıya zərbə və qol! Son dəqiqədə Sabah qol vurur, sonradan oyuna daxil oldu. Az öncə ehtiyat oyuncular skamyasındaydı, indi isə topu rəqib komandanın qapısından keçirir. Ayxan İbadov, Ayxanın qolu, amma mən Bəkir Eldarovun sürətli keçidini, Xəzərin o möhtəşəm ötürməsini qeyd etmək istərdim. Yəqin ki, bu qolun təkrarını bizlərə təqdim edəcəklər. Yağış necə də şiddətli yağır. Bu cür havada futbol oynamağın çətin olduğunu qeyd etmişdik. Sabah hesabda önə çıxır. Qarabağın isə cəmi 1 dəqiqə, bəlkə də 1 dəqiqədən də bir qədər az vaxtı qalacaq ki, onlar hesabı bərabərləşdirsinlər. Yo, bu səriyyətlər vurdu. Ayxan İbadov. Bəli, qolun təkrarını istəyirik. Xəzərin ötürməsinə baxın, necə də səliqəli şəkildə Bəkiri görür. 15 nömrə Arda Əzizini keçdi. Arda burada qayda pozuntusu etmədi. Hücumun davamını izləyirik. Bəli, oyundan kənar vəziyyət də yox idi. Vaxt azdır. Cavidan Babayev topu oyuna daxil edəcək. Elə yerləri göstərə bilmirəm. Yox, bitdi. Bəlkə də bir hücum şansı yox. Görüş bitmədi. Hakim zərbəyə icazə verdi. Out. Qarabağ başlayacaq. Vaxt azalır. Oruc Əliyev, Qarabağ bu qədər böyük qüvvələri açılmadı. Qayda pozulur. Yox, amma hakim bildirir ki, top Sabah oyunçuları topu oyuna daxil etməli bu epizodda. Top Yusufun əlinə dəymişdi. Hakim bu fikirləri. Kapitan 4 nömrə Əbubəkir Abdullayev topu oyuna daxil etməli. Hakim bildirir ki, lazım olan yerdən geridən başlamaq lazımdır. Artıq vaxtdır. Hakim də saatına baxdı. Şamil İmanzadə hər an görüşü bitirə bilər. İçəriyə doğru ötürmə. Qarabağ topu uzaqlaşdırmağa çalışır. Sabah topa nəzarət etməyə çalışır, amma yenidən Qarabağ topu və görüş bitdi. Hörmətli tamaşaçılar, Sabah qələbə qazanır. Bu çətin oyunda, bu prinsipal oyundan 3 xalla ayrılaraq çempionluq yolunda çox vacib bir qələbəyə imza atır. Amma Qarabağı bugünkü oyun münasibəti ilə təbrik etmək lazımdır. Onlar əsl futbol göstərdilər. Amma təəssüf ki, Qarabağ adına təəssüf ki, son dəqiqələrdə buraxılan qolla, məğlubiyyətlə barışmalı olurlar. Sabahı qələbə münasibəti ilə təbrik edirik. Qarabağa isə növbəti oyunlarda uğurlar arzu edirik. Biz bugün çox istərdik ki, bugün Firdovsi Şeydayev də oyunda olsun. İnanırıq ki, biz bundan sonraki oyunlarda Firdovsini də meydanda görərik. Daha güclü şəkildə komandasının heyətinə cəlb olunar və çempionluq yolunda vacib rol oynayar. Və bizə ayrılmış vaxt burada başa çatdı, hörmətli tamaşaçılar. Rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Qarabağda 22 nömrə Mehdi Hüseyin, oyunun ulduzu isə Sabahın 3 nömrəli futbolçusu Vaqif Məmməlidir. Sağ olun, gələn görüşlərə dək.